Salam, sizin üçün yeni bir seri başladıram. Hər gün müxtəlif mövzularda hər hansı bir test izahı veririk. Part 1-imiz adjective bölməsindəndir. Baxaq, choose the correct variant, düzgün variantı seçin. Deməli, burada bizdən sifətin dərəcəsini seçməyimiz istənilir. Baxırıq, cümləmizdə dən bağlayıcısı var. Dən bağlayıcısı müqayisə dərəcəsinin göstəricisidir. Deməli, müqayisə dərəcəsi iki cür düzəlir. Təkcəli sifətlərin müqayisə dərəcəsi sifətin sonuna şəkilçisi artırmaqla düzəlir. Və çoxhecalı sifətlərin müqayisə dərəcəsində isə sifətin qarşısına more artırmaqla düzəlir. Baxırıq ki, burada bizim əsas sifətimiz interestingdir və interesting çoxhecalı sifət olduğuna görə ona müqayisə dərəcəsi more ilə düzəlir. Və bizim burada baxırıq ki, düzgün variantımız D variantı qalır. Bəs nə üçün burada E artiklı var? Çünki nöqtələrdən sonra sayıla bilən təkdə olan isim gəlib, movie. Buna görə də ismin artiklı sifətin önünə keçir və buna görə burada E artiklı işlədilirdi.